Bəzi insanlar üçün həyatın axarı birdən dəyişir. Uzun müddət davam edən çətinliklər, maddi sıxıntılar və uğursuzluqlar bir anda yerini uğura və bolluğa verir. Astroloqlar bildirirlər ki, 2026-cı ilin may ayının sonuna qədər üç bürc üçün böyük maliyyə yüksəlişi başlayır. Bu dövr xüsusilə sərvət, qazanc və yeni imkanlarla yadda qala bilər. Ulduzların düzülüşü göstərir ki, qarşıdakı günlər bəzi bürclərin həyatında tamamilə yeni bir mərhələnin başlanğıcı olacaq. İlk şanslı bürc Buğadır. Buğa bürcü uzun illərdir həyatında qeyri-sabitlik və çətinlik hiss edirdi. Xüsusilə maddi məsələlərdə gözlənilməz problemlər onların planlarını alt-üst etmişdi. Ancaq artıq vəziyyət dəyişir. Astroloqlar deyirlər ki, Buğa bürcü üçün sakitlik və sabitlik dövrü başlayır. Yeni qazanc qapıları açılacaq, iş həyatında yüksəliş olacaq və əvvəllər nəticə verməyən səylər artıq öz bəhrəsini göstərəcək. Buğa bürcünün nümayəndələri həm işdə, həm də şəxsi həyatlarında özlərini daha güvənli hiss edəcəklər. Onların qarşısına çıxacaq imkanlar gələcək həyatlarını dəyişə bilər. İkinci şanslı bürc Əkizlərdir. Uran planetinin güclü təsiri Əkizlər bürcündə böyük dəyişikliklər yaradacaq. Astroloqlar bildirirlər ki, bu dəyişikliklər əsasən maliyyə sahəsində hiss olunacaq. Gözlənilməz qazanc, maaş artımı və yeni iş imkanları Əkizlər üçün yeni bir başlanğıc olacaq. Əkizlər bürcü uzun müddətdir gözlədiyi uğura nəhayət yaxınlaşır. Onların enerjisi artacaq və yeni layihələrdə daha uğurlu olacaqlar. Ancaq astroloqlar bir vacib məqama da diqqət çəkirlər. Əkizlər qazandıqları pulları diqqətlə idarə etməli, lazımsız xərclərdən uzaq durmalıdırlar. Çünki düzgün qərarlar gələcəkdə daha böyük sərvətə çevrilə bilər. Üçüncü şanslı bürc isə Qız bürcüdür. Qız bürcü nümayəndələri uzun müddətdir həyatlarında müəyyən durğunluq hiss edirdilər. Bəzən etdikləri zəhmətin qarşılığını ala bilmirdilər, lakin indi vəziyyət dəyişir. Astroloqlar deyirlər ki, Qız bürcü üçün daha uğurlu və məhsuldar bir dövr başlayır. Onlar maliyyə qərarlarında daha ağıllı davranacaq və gələcək planlarını daha düzgün quracaqlar. Yeni iş imkanları, əlavə qazanc və uğurlu addımlar Qız bürcünün həyatında mühüm dəyişikliklər yaradacaq. Bu dövr onların özlərinə olan inamını da artıracaq. Astroloqlar hesab edir ki, qarşıdakı günlər bu üç bürc üçün sadəcə uğur deyil, həm də həyatlarını dəyişəcək mühüm fürsətlər gətirəcək. Əgər siz də Buğa, Əkizlər və ya Qız bürcüsünüzsə, qarşıdakı imkanları diqqətlə dəyərləndirin. Çünki bəzən həyat insanın qarşısına yalnız bir dəfə belə böyük şans çıxarır. Qarşıdakı günlərdə atılan düzgün addımlar gələcək illərin uğurunun əsasını qoya bilər.